Hər vaxtınız xeyirli, yeni iliniz, yeni ayınız düşərli olsun əziz izləyicilərim. Bu il həm sizin üçün, həm də özüm üçün Allahdan tək arzum odur ki, bizləri sevdiklərimizlə sınamasın, namərdə möhtac etməsin. Və bu istəklərdən sonra başlayıram uşaqlıqda anamın hər bayram bizim üçün bişirdiyi lobyalı aşımı dəmləmək. Kənd həyatında böyüyən, birini tapıb birini tapmayanların bayram aşı, həmin o lobyalı aş. İlk öncə 2 stəkan lobyanı yaxşıca yuyub duzunu töküb göndərdim ocağa. Lobiya bişəndə suyunu süzüb gözlətdim. Bu arada evdə olan kişmişlə ərik qurusunu da yuyub sərdim. Qovurub gözlətdim. Zövqə görə əlavə edəcəyəm. İstəsəz etməyə də bilərsiniz. 2 stəkan yumru düyünü də yaxşıca yuyub suya duz əlavə etdim və qaynara düşməyə yaxın düyünü qatdım. Düyü bişəndə lobyaları da əlavə edib biraz da belə qaynadıb süzdüm. Keçdim qazmaq hazırlığına. 2 qaşıq qatığa zəfəran, sarı kök, yumurta və biraz da düyü əlavə edib yaxşıca qarışdırdım. Yağladığım tavaya tökdüm. Üzərinə düyünü, arasına qovurduğum kişmiş və ərik qurusunu da töküb sarı kök, zəfəran səpdim. İkinci qatı da düyü əlavə edib qoydum demə. Budur. Lobyalı aşım hazırdır. Bu aş ancaq ev üsulu ilə hazırlanmış pomidor salatı ilə yemək olar. Sarımsaqlı, soğanlı, göylü, göyərtili hazırlar. Və budur. O dad, o qoxu. Əziz izləyicilərim, rəylərdə yazın görək. Siz tərəflərdə lobyalı aş necə bişirilir? Hələlik.